Aprelin 4'ünde Gəncə şəhər psixiatriya xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, qeyd olunub ki, ilkin istintaq tədbirləri nəticəsində toplanmış sübutlar əsasında həmin xəstəxanada müalicə alan 1980-ci il təvəllüdlü Zahir Mustafayevin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə şəhər məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Tovuzda 6 yaşlı uşaq elektrik cəryanı vurması nəticəsində ölüb, hadisə rayonunun Çataq kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü kənd sakini Quliyevi həyətlərində elektrik cəryanı vurub. Uşaq xəstəxanaya aparılsa da yolda vəfat edib. İlkin məlumata görə hadisə ehtiyatsızlıq səbəbindən qeydə alınıb. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb. Quba rayonunda isə məktəbli qız vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Quba şəhəri 6 nömrəli tam orta ümumi təhsil məktəbinin 9-cu sinif şagirdi Ağa Rəhimova dünyasını dəyişib. Məktəbdən bildirilib ki, o uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında vəfat edib. Allah rəhmət eləsin.